Qazaxın Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib. Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb. Qazax rayon Xanlıqlar kənd ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülmüşdür. Yanğından yanacaq çənləri yanğından mühafizə edilmişdir. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb, əlavə məlumatlar veriləcək. Baş prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax neft baza sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır. Hadisə ilə bağlı Sokar Petroleum Qapalı Səhmdar Cəmiyyəti də məlumat yayıb. Qeyd olunub ki, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib. Hadisə nəticəsində neft bazası sahəsində süzücü doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabitoğlu həyatını itirib.